10 manatı bir kofeyə, desertə və yaxud da ki, gəzintiyə xərcləmək olar. Amma bu məbləğlə Fatimə üçün böyük bir ümid ola bilərik. Fatimə 13 yaşında balaca bir qızdır. O illik xərçəngi ilə mübarizə aparır. Həkimlər əməliyyat üçün bir ay zamanının olduğunu deyiblər. Əməliyyat Türkiyədə baş tutacaq. Xərci isə 100 mindən çoxdur. Bu məbləğ bir insan üçün çox böyük ola bilər. Amma minlərlə insan üçün sadəcə 10 manat deməkdir. Bəli, cəmi 10 manatla sən də Fatiməyə ümid ola bilərsən. Əgər maddi imkanın çatmırsa, bu videonu paylaşaraq da Fatiməyə dəstək ola bilərsən. Vaxt çox azdır. Fatimə, biz sənə inanırıq, sən sağalacaqsan. Fatimə, biz sənə inanırıq, sən sağalacaqsan. Salam Fatimə, necəsən? Sən güclüsən, biz sənə inanırıq. Fatimə, sən güclüsən. Dəyərli Fatimə, biz səninləyik. Səndən əminəm ki, sən sağalacaqsan. Fatimə, biz sənin yanındayıq, sən sağalacaqsan. Fatimə, sən sağalacaqsan. Fatimə, biz səninləyik və mən əminəm ki, sən tez bir zamanda sağalacaqsan. Fatimə, biz səninlə birlikdəyik, bu xəstəliyə birlikdə qalib gələcəyik. Sən yenidən sağalasan inşallah və o lazım olan pulu da toplayacaq. Fatimə, biz sənə inanırıq, sən qalib gələcəksən. Adaşım gözəl Fatimə, sən sağalacaqsan, biz sənə inanırıq. Babalamız, mən əminəm ki, sən bu xəstəliyə qalib gələcəksən.